müəllimi Peyğəmbər, Peyğəmbər müəllimi isə Allah idi. Deməli, imam bu sözü ilə müəllimin dəyərin, qiymətini göstərmək istəyir. İmam bir hərfə qul olursa, görün müəllim ömrünün neçə elinə bizə qurban verir. Biz müəllimlərimizin qarşısında baş əyirik. Ənkabut surəsi 48. Sən bu Qurandan öncə heç bir yazı və kitab oxuya bilmirdin və öz əlinlə heç bir yaza bilmirdin. Əgər belə olsaydı, onda batılı uyumlar sənin peyğəmbərliyinə şək edərdilər. Şimal Həzrət Əli Əleyhisselamın doğum günü kişilər səndə müəllimlər bayramıdır. Onlar müəllim danışan Qurandır. Quran öyrədən müəllimlərdir. Sağ ol, kimdən də var? Quranlar var mı? Var mı da? Buyurur. Bunlar uşaqlar bu tərəfdən sonra. Devam et. Devam et. 2 May Ali Aleyhisselam'ın mevzusu kişiler ve müəllimlər bayramıdır. Bu bayram münasibətlə bütün müəllim qardaşları və müəllimləri ürəkdən təbrik edir. Əhqaf surəsi 6. Peyğəmbər müəllimlərə özlərində daha çox layiqdir. Peyğəmbərin onların malları və qanları barədə işlətləri onların özlərindən irəlidir. Peyğəmbər olunur. Allah'ım sallallahu. Kimlerdir yaşlılar olmadı. Kim Azerbaycan'ın dinini bilir, bayrağını renklerden mənasını bilir. Kimlerdir yaşlı? Bilirsen, gel bu göbek. Geçen şu da gördü. Sonra bilirsen, Allah'ın ömrü, yani Peygamberle buyurup, mesele sevmek imanlıdır. Azerbaycan verhinin de bilmezsen, bayrağını tanımazsan, onun verdiğini de bilmezsen. Azerbaycan, Azerbaycan, ey qəhrəmanız vatan şanlı vətənim, səndən ötürü can verməyə zülmlə hadirik, səndən ötürü qan tökməyə zülmlə hadirik, üç rəngli bayrağımla məsud yaşa. Üç renkli bayrağımla mesut yaşa. Minlərlə can qurban oldu, Sirer hərбər meydan oldu. Sürudumdan keçənətdə hərə bir qəhrəman oldu. Sənə qalsan Gürcistan, sənə Ramazan qurban, sənə bir məhəbbət. Sürəmdə tutmuş məkan, namusunu hifz etməyə, bayrağını yüksəltməyə, cümlə gənclər müstəqdir. Şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Allah, şimdi kim hava bilirse, bayrağımızı, işe olmuş rayonlarımız var. Kim bilir o? Hamız biliyorsun, o bilirler. Tartışır isteme. Onu ben bir gün diyeyim, siz yüreğini tekrar edin. Xankəndi, Xocavənd, Xocalı, Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Laçın, Kəlbəzə, Zəngilan, Rəsul, Ağdərə, Qubadlı, 12 ayağımızın seçilindir. Bunlar da lazımdır. Çünkü Peygamberler buyurup, besleri sevmek imanlardır. Sonra buyurup, şimdi plastik yaşına biraz bilirsin ama teşhir olsa diyersiniz. Peygamber buyurup ki, Mesih, müminin neydi? Bizdedir. Pəncərə İsrail, hamısınız maşallah. Şimdi Allah'ın evi, Peygamber neye benzədir? Vətən torpağında, səhhətdə qalsan pəncərə. Deməli, İslam nədir? İslam vətənpərvər olmaq deməkdir. İslam elmi olmaq deməkdir. İslam müəllimin qiymətini bilmək deməkdir. İslam vaizin hörmətini bilmək deməkdir. Çünki bizim baxanda nümunə, əhl-i beytdən danışan Quranlardır.
Necə ki, su, bilirsiniz də, siz hamımız bilirsiniz maşallah. Suyu tərkibi nədir? Oksigen, hidrogen qazı. İki qazın birləşməsə su əmələ gəlir. İndi mən onu sizə deyim, sizdən işmişim ha, ayəfəri sizə. Mən bunları sizdən işdim, bir adasına buradan gələndə, uşaqlardan işdim. İndi deyirəm, tanılar demək, mənə bilməyim. Məsələn, deyək ki, o maşın düzəldilen yer var ha. Astakən deyək, doğru maşın gözəmə, o da neyini? Hidrogen qazı, oksigen qazını birləşdirir, o da mənə gəlir. Astakən dəmir arıdır. Bu bizim birləşdirdiğimiz hidrogen oksigen gazı. Ama Allah'ın birləşdirdiği hidrogen oksigen gazı sudan ibarətdir. Hayattır. Hayat verir bize. Ona göre imanlar buyurur ki, nefsüzü içinde boğur. Ne de su? Nefsün içinde boğur, odu içinde boğur. İnsanlara hayat verir. Siz de kardeşsiniz. Kur'an buyurur ki, müminler kardeştir. Birbirinize mehabbetinizi görür. Birbirinize köle olur. Çünkü əsas bundan ibarətdir. Bəli, elmi olmaq olar. Amerika kimi dünyanı dağıdır, qanlar gücü olar. Bax, məsələn, nə desin? Çünki Kur'an'da Allah buyurur ki, Fatih 28'də, Ənkabut 43'də, Bismillah yüksək yazır ki, Kur'an buyurur ki, Allah'tan yalnız el məhli qoyur. Allah'ın yalnız el məhli başa düşən, bu Kur'an yalnız el məhli için göndərir. Yəni, el məhlinin qiyməti böyüdür. Amma bəzi yerdə Zükürət surəsi 5-ci ayət bilirsiniz, o alimlər trəyəndə işlənmiş, elin kitab işlənmiş, üzrətdə əhlakın hər şeydən yox çoxdur. Mən bir insanın bir şey deyim ki, mən yadda sağlamışam, belə bir şeydi, yoxsuz deyəbildim deyəcəm. Mən bilirsən, gəl. Ağamız gəlsin görək. Ata-anaları gərək sevək ki, bu əməllə Allahı sevindirək. İstəsək həyatda bitirəməyək, onda müəllimlərə hörmət edək. Onların biz qədirlərini bilək. Müəllimlər dağdana bənzər, biz şagirdlər isə böyük bir bağa. Onlar Allah'ın bir rəhmət yazdır. Biz yazdır bir torpağa. Zariyat suresinin 1. ayetinde buyurulmuştur. Andolsun insan nesli yeryüzünde yayan əməl salih qadınlara necə də maraqlı və bərəkətli yayım. Peyğəmbər salavatullah buyurmuşdur. Cənnət anaların ayaqları altındadır. Peyğəmbər ali Peyğəmbərə salavat. Vətən məni yetişdirib, bu yerlərə yolladı, bu torpağa qurban deyib, Allaha ismarladı, boş oturma, çalış dedim, xidmət elə vətənə, sürdüm sənə, halal olmaz, sən baş edən düşmənə, Maşirəli, hey, Maşirəli, Azərbaycan əskəri, dönməz geri, hey, dönməz geri, Azərbaycan əskəri, yaşlığımız Sağlama var. Zaman alı Peyğəmbərə sağ ol. Bir gün Peyğəmbər məscidə daxil olur. İçərdə 2 dəstə var idi. 2 dəstəni müşahidə etdi. Bir grup insan Kur'an okuyup ibadetle meşgul idi. O bir grup insan elm öğrenip öğretirdi. Peyğəmbər salavatullah buyurur. Mən Peyğəmbərliyə müəllim olaraq seçilmişəm. Sonra Peyğəmbər salavatullah elm öğrenip öğredenlerin yanında eğleşdi. Səməd və salavat. Gayret ve kurban olun kardeşler. Gayret ve kurban olun kardeşler. Kaynalar odlandı bugün Yahud'un. Kaynalar odlandı bugün Yahud'un. Bazıların dağlanıptı çatçaça. Özler yoldandı bugün Yahud'un. Özler yoldandı bugün Yahud'un. Özler yoldandı
Öğretsene. Öğretsene. Sözü uşaqlarda mesela özlərlər, cəhərli, çahar, sonra birli, bizden gelip kalmışlar. Ha burada mesela hamı var burada. Bəzən hanlar birlidir, hal elə qalına buyur. Muhammed Ali Muhammed'e salavat. Oyan yar vefadar moyan, oyan yar vefadar moyan, beni kaç koyma alemdar moyan, beni kaç koyma alemdar moyan, şerefun nasi moyan, Gözel Abbasi moyan, kardeşim, şerefun nasi moyan, gözel bir daha. Şerefun nasi moyan, gözel Abbasi moyan. Uyan ey yar, anaman gana batanay diyaram, anaman gana batanay diyaram, sinade malalat ay diyaram, sinade malalat ay diyaram, daşatanlardan agar olsamam, daşatanlardan agar olsamam, taşaram göz yaşlay lay diyaram, taşaram göz yaşlay lay diyaram, şerefun nasi moyan de, şerefun nasi moyan, moyan, şerefun nasi moyan, güzel asbati moyan, şerefun nasi moyan, güzel asbati moyan, keramet ellerim vay gönlüne, keramet ellerim vay gönlüne, Sırdamar aslarım vay gönlüne, Sırdamar aslarım vay gönlüne, Seni akbar seni kimden sanacağım, Seni akbar seni kimden sanacağım, Ne gelip kardeşimin dallarına, Ne gelip kardeşimin dallarına, Şerefun nasi moyan, güzel asbati moyan. Şerefun nasi moyan, güzel asbati moyan, Şerefun nasi moyan, güzel
Ya tam sözünü desin ben kafede diyeceğim. Buyur. Zeynep'im gelelem darim öldü, başı hamet bifeh darim öldü. Zeynep'im gelelem darim öldü, başı hamet bifeh darim öldü. Müntezir kalmasın şiir harim, müntezir kalmasın şiir harim. Kahramanı vefadarım öldü, müntezir kalmasın şiir harim. Kahramanı vefadarım öldü. Gambu ganda gerek kalbe dolsun, var yeri güldülistan'da solsun. Değmesinin yatır zor tutunu, kardeşim öldü başın sağ olsun. Kardeşim öldü başın sağ olsun. Yandırıp kalbimi yoksa zinnem, mazerasını şiştim özinden. Kandırıp kalbini yoksa zinnem Zeynep, mazerasını şiştim özinden. Doğuya fazla sarı bakırmış, oh deyip nacahan savcısından. Oh deyiptir onun meşvara, meşkine ağlıyor gözde yandı. Gayrete bakığa lehze gördük, aslara aslara sonra. Mersemin saklayıp sine üstte, Rüya gülderip deste deste. Bismillah. Peygamber al peygamber sallallahu. Bizi tek koyun, bizi tek koyun, bizi belaya koyun, bize Thank you.
gözlerin görünür, akıda gözlügatim, kataram yara İmam senin belirlendi, Hazreti Ebu Hoca'ya. Süreyda var aslani Ebel fezli melem dari akar sukat kızım zalim Ebel fezli melem dari Oyan, 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 ebel kız Beni tenha koyan ebel kız Şimdi bunları bekliyorum. Oyan, 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 ebel kız Beni tenha koyan ebel kız Dilim tutmuş diyen karda Seni arsa benim kardan Sınıf sensin benim kardan Ebel teslim alemdarim Kesik düşmez yolun kardan Alıp sabun solun kardan Ne başın var ne kollar kardeş Ebel teslim alemdarim Oyan, 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 ebel kız Beni tenha koyan ebel kız Kankalar madem başladı, akın dersine mahkeme çünkü bizim sürüyle güne 2 gün 50 saat mevludu, seheri gün Resulü Rabb'ın şehadet verdi ona göre. Her iki değerli sözü, biri asal, biri evlat. Biri peygamberin kardeşi, emsoğlu, yezmesi, Allah elinin kapısı, Hicr-i suresinde Nisa suresi 23. Tekrar suresi 109. ayet Allah sana koydu. Eğer imanı sorsun kapılardan. Peygamber kapı, Aleyhisselam borcu öyle kapılardan diyorlar. Başka yere girenler olursa. Allah bize evli kapısını gösterir. Allah peygamber. Çünkü ne süresi 34. ayet Allah sana koydu. Peygamber ne danışır? Ona ilham olmak danışır. Yani Allah ne de o danışır. Peygamber
öz başına bir kəlmə düşünürmüş. Eğer hakka 44-46 ayada Allah sana başına eğer Peygamber özünden bir kəlmə uydurub deseydi, onun şah damarını tutarardı. Deməli, Peygamber bütün kitablarda, bütün İslam'ın hədislərdə var ki, Peygamber bölür. Mənim işləri ələ qalxdı. Şimdi sorun inşallah burada İslam sakkal var, olaylar hazırladı, tamamladı, şahitliğe baktı. Yani demekten biz bu günler biz birinci günden ne getirdik? 9 asır mesela. Biz diyorsun başa günlere başa sürpüdü yazıda tuttu ki biz ehli geçirlerinde ahvallı olmalıyız. Müəllimlərin qədrini bilməliyik, valideynlər olduğunu saxlamalıyıq və seni sevməliyik, ne olmalıyıq, əxlaqlı olmalıyıq. Bir-birimiz, qonşularımızı, qohumlarımızı hər kəs sevməliyik. Məktəbdə, cəmiyyətdə, hər yerdə. Harada işləyirik, harada oxuyuruq, kimdən qonşuyuq. Allah bizi əhli dövrü əxlaqı və elmin nəsib eləsin. Amin. Bismillahirrahmanirrahim. Ben teşekkür ederim bu kollektifin rehberine. Resulullah demişti ki, bereket kollektifliktedir. Elə İslam sözündə və məqsəd kollektiflik mənasını verir. Allah hamınızdan razı olsun. Qum şəhərində bir dəfə misal gətirdilər. Siz də ziyarətə gəlmişsiniz, Allah ziyarətinizi qəbul eləsin. Dedilər, bura bir uşaq gətirmişdilər, yeriyə bilmişdir. Burada dua elədik, məclis qurduq. Asadılar bunu Məsumə xanımın ziyarətinə. Uşaq ömründə yerməyən uşaq yeridir. Orada dili müxtəlif olan, dinləri eyni olan, hər bir ölkədən gələn vardı. Uşağın bədəninə hər bir kimlik götürdü paltarını. Onun paltarını, küçüyə kimi götürdülər. Allah Teala Əhl-i Beyt xatır hörmətinə hamımızın ziyarətinizi qəbul etsin. Allah bu Əhl-i Beyt ailəsinin aşıqlarına dünyada da, ahirette de bereketini artır etsin inşallah. Hamdülillah teşekkür ederim. Sağ olun. Allah bu ziyaretinizi kabul etsin. Ben bir dua edeceğim. Allah'tan razı eden şu hanımlarımıza, Hanım Zəhra-i Fatıma Aleyhisselam'ın gayretinden, namusundan, şidayetinden bir kaldı olsa geçsin. Hepsine kişilerimize İmam Aleyhisselam'ın gayretinden, namusundan bir kaldı olsa geçsin. Güzel meclis seçtik. Güzel meclis ona göre seçtik ki güzel bir mekanda meclis geçirdik. Güzel bir Peygamberimizin ziyaretinde yok. Allah hamımızdan razı olsun. Allah o Peygamber ki bizi həmişə düzgün yola vadar edip, bizi düzgün yola çekip o Peygamberlerin hürmeti xatirə Allah Teala sizi de yerin göğün belasından məhfuz eləsin. Allah Teala sizi valideynlərdə çok görməsin. Allah sizin bu grup babadurlu, grup rəhbərini size çok görməsin, bize çok görməsin. Allah Teala bizim hamımızı Əhl-i Beyti sevenlerden qərar versin. Allah Teala bizim heç vaxt əziyyətimizi inşallah itirməsin. Allah yine de o kardeşleri hiçbirimize çok görmesin. Güzel bir yoldadır, güzel bir tebliğatçıdır. Sözden doymuyor, tebliğattan doymuyor. Allah'ın muhabbetinden doymuyor. Allah sizden razı olsun. O balaların biri hansıza böyle bir şey. O istetmedi, daha doğrusu Peygamberimizin hadisidir. O hadis deyilende biraz onu elə formalı demək lazımdır ki, Peygamber deyir ki, cennet anaların ayağının altındadır. Düğünler balanı yere koyulmasan anaların ayağında bu cennet olabilmez. Düğünler balaların tarafından içine koyulduğu yeşine atıp katan anaların ayağının altı cennet olabilmez. Peygamber deyir ki, cennet anaların ayağının altındadır. O anaları eş olsun ki, balası görmek getiriyordu da gösterir. Ağır xəstədir. 20 don əziyyətinsə gör yok, seni onu mən heç ara verə bilmərəm. O anaları eşk olsun. O anaları ar olsun. Balanı, bala ismində sözünə bilməyən anaları ar olsun. Allah adına razı olsun.
Yarın ki her yere bak. Adam işte. Dışarıda mısın? Orada hani harda mısın ki diyor orada harda mısın? Mesela diyorlar. Orada mısın? Her öz dostum. Ahim. Kızımız vardı. Çok işimiz vardı. Onun kardeşleri. Kaçak olsun. Thank you.